Amerika Birləşmiş Ştatlarının terrorizmlə mübarizə təşkilatının keçmiş sədri ki, istefa verdi bu hadisələrdə. Maraqlı sözlər deyir istefadan sonra. Joe Kent deyir ki, biz IŞİD təşkilatını öz məqsədlərimiz üçün yaratdıq və İrana zərbə vurmaqdan ötürü yaratdıq. Düşmən tərəf sanki bir dənə hür çıxardır ortalığa, bir nəfər çıxır ortalığa ki, peşman olub öz əməllərindən. Həmən düşmən tərəfin içərisindən etiraf gəlir ki, IŞİD-i biz yaratmışdıq və məqsədimiz də nə idi? İrana zərbə vurmaq. Bunu göstərir ki, İran İslam Respublikasının müqabilində duran təfəkkür həmən IŞİD təfəkkürüdür. Biz IŞİD barəsində danışsaq ki, günlərlə danışaq. IŞİD yəni qız gəlinləri oğruyub apardılar, kəniz elədilər, təcavüz elədilər, kişilərin başlarını kəsdilər, İslam abidələrini dağıtdılar, tarixi abidələri dağıtdılar. Yəni insanlığa zidd nə hadisə var idisə, IŞİD onu törətdi. Həmin o IŞİD təfəkkürünün memarı bugün İslam Respublikası ilə müqabil durub.